Salam. Belə bir suala baxaq. Tərkibində 50% qarışığı olan 1240 qram fosforit mineralından 40% çıxımla neçə qram orta fosfat turşusu almaq olar? Demək, bizim fosforit mineralımız var. 1240 qram. Bunun 50% qarışıqdır. Yəni 1240-ın 50%-ni tapsaq, neçə edəcək? 620. 50% deyir qarışıqdır. Onda yerdə qalan 50% də nə olacaq? Təmiz olacaq. Və biz həmişə hesablamalarımızı qarışıq olanla yox, təmizlə aparmalıyıq. İndi davam edək. Fosforitdən nə alıb orta fosfat turşusu? Fosforit nədir? Kalsium orta fosfat. Bundan alıb orta fosfat turşusu, yəni H3PO4. Fosforların sayını bərabərləşdirmək üçün buraya 2 atdım. Demək, və bizdə görür ki, burada fosforit mineralından da hələ 40% çıxımla orta fosfat turşusu alınmalıdır. Dedik, qarışıqla bizim işimiz yoxdur. Biz işləyirik təmiz olanla. 620-nin 40% gedib çıxıma. Yəni sərf olub. Bu nə qədər deməkdir? 248 qram kalsium orta fosfatımız sərf olunubdur. 248 qram kalsium orta fosfat sərf olunanda neçə qram orta fosfat alınır bilmirəm. ml-ni yazıram. 310-undan isə 2 vur 98 qram. Və buradan da hesablayacaq ki, x bərabərdir 156 tam 10-da 8 edəcək. B variantı.